Gəlin bugün bir anlıq rəqəmləri unudaq. Çünki bugün danışacaqlarımız sadəcə statistika deyil. Bu rəqəmlərin arxasında real insan hekayələri var. Gələcəyi əlindən alınan uşaqların hekayələri. Və bu, təəssüf ki, uzaq bir yerdə yox, elə indi dünyanın bir çox yerində yaşanan acı bir reallıqdır. Bax, bu sözlər vəziyyəti o qədər aydın ifadə edir ki, bir tərəfdə texnoloji möcüzələr, digər tərəfdə isə bir tikə çörək üçün mübarizə aparan milyonlarla uşaq. Bu təzad, bu uçurum həqiqətən də dəhşətlidir. Gəlin bu reallığın pərdə arxasına birlikdə baxaq. Yaxşı, gəlin işə qlobal mənzərəni anlamaqla başlayaq. Amma xəbərdarlıq edim, qarşılaşacağımız rəqəmlər sizi sarsıda bilər. Çünki bunlar sadəcə rəqəm deyil, bunlar hazırda elə bu an davam edən qlobal bir böhranın, bir faciənin əksidir. Və bütün bu problemlərin kökündə nə dayanır? Əksər hallarda hər şeyin başladığı o dəhşətli kabus, yəni yoxsulluq və evsizlik. Rəqəmə baxın, 1 milyard. Bu, ağlasığmaz bir rəqəmdir. Tam 1 milyard uşaq çoxölçülü yoxsulluq deyilən bir vəziyyətdə yaşayır. Yaxşı, bəs bu nə deməkdir? Bu deməkdir ki, onların həyatında ən təməl şeylərdən, məsələn, qida, təmiz su, isti bir sığınacaq kimi şeylərdən ən azı biri əksikdir. Gözümüzün önünə gətirmək belə çətindir, elə deyilmi? Amma unutmayaq, bu 1 milyardın hər bir vahidi bir uşaqdır, bir taledir. Yaxşı, gəlin bunu daha aydın təsəvvür edək. Bu domino daşları kimidir. Baxın, təmiz su yoxdursa uşaq xəstələnir, düzdürmü? Xəstə uşaq necə məktəbə getsin? Gedə bilmir. Məktəbə getməyən uşağın gələcəyi necə olacaq? Qaranlıq. Yəni, bu zəncirin bircə halqasının qırılması bütün həyatı alt-üst etməyə bəs edir. İndi bu diaqrama baxanda vəziyyət daha da aydınlaşır. O qırmızı hissəyə diqqət edin, 333 milyon uşaq. Bu, dünyadakı hər 6 uşaqdan birinin gündəlik $2.15 daha az bir məbləğlə dolanmağa çalışması deməkdir. Buna artıq yoxsulluq demək azdır. Bu, sözün əsl mənasında hər gün verilən bir həyatda qalma mübarizəsidir. Və təbii ki, bu yoxsulluq özü ilə başqa fəlakətləri də gətirir. Müharibələr, iqlim dəyişikliyi, bütün bunların nəticəsində evini, yurdunu tərk etmək məcburiyyətində qalan uşaqların sayı 50 milyonu ötüb. Bilirsiniz bu nə deməkdir? Bu, 2-ci Dünya müharibəsindən bəri görülən ən dəhşətli mənzərədir. Rekord bir rəqəmdir, amma utanc verici bir rekord. Çünki bir uşaq evini itirəndə təkcə başının üstündəki damı itirmir. O məktəbini itirir, dostlarını itirir, təhlükəsizlik hissini itirir. Bir sözlü uşaqlığını itirir. Bütün gələcəyi bir anda məhv olur. Yaxşı, indi gəlin daha da fundamental bir məsələyə keçək. Həyatın öz mənbəyi olan qida və su uğrunda gedən mübarizəyə. Baxın, burada iki fərqli problem var, amma ikisi də bir-birindən təhlükəlidir. Birincisi boytavalanmanın ləngiməsi. Bu deməkdir ki, uşaq uzun müddət aclıq çəkdiyi üçün nə beyni, nə də bədəni normal inkişaf edə bilir. Və ən pisi odur ki, bu zərər qalıcıdır, geri döndərmək olmur. İkincisi isə kəskin arıqlıqdır. Bu isə artıq həyati bir təhlükədir, uşağın həyatı birbaşa risk altındadır. Amma bəzən problem gözlə görünmür. Gizli aclıq deyilən bir şey var. Təsəvvür edin, bir maşına yanacaq doldurursuz, amma yağını dəyişmirsiniz. Maşın bir müddət işləyər, amma sonda mühərriki sıradan çıxar. Bax, bu da elədir. Uşaq bəlkə də qarnını doyurur, amma bədəni üçün vacib olan dəmir, A vitamini kimi mikroelementləri almır. Və bu çatışmazlıq onun inkişafını, gələcəyini səssizcə, gizlicə məhv edir. Və bunun nəticəsi nədir? Baxın bu rəqəmə, məktəbə qədər yaşda olan uşaqların 40%, yəni təxminən hər 2 uşaqdan biri qan azlığından, yəni anemiyadan əziyyət çəkir. Bu nə deməkdir? Bu o deməkdir ki, həmin uşaqların öyrənməyə, oynamağa, böyüməyə heç bir enerjisi qalmır. Onların uşaqlığı əllərindən alınır. 739 milyon. Bu, qida kimi həyat üçün vacib olan başqa bir nemətə. Suya həsrət qalan uşaqların sayıdır. Bir anlıq düşünün, dünyadakı hər 3 uşaqdan biri su qıtlığı olan bir yerdə böyüyür. Bu, gündəlik həyatlarının nə qədər çətin olduğunu təsəvvür etməyə imkan verirmi? İndi isə bəlkə də ən həssas məqama gəldik. Həyata gözlərini açdığı ilk andan etibarən bir körpənin verdiyi o inanılmaz həyat mübarizəsinə. Fikir verin, 5 yaşına çatmadan dünyasını dəyişən uşaqların demək olar ki, yarısı həyatlarının ilk 28 günündə ölür. Bu, yeni doğulmuş bir körpənin nə qədər kövrək və müdafiəsiz olduğunun ən acı sübutudur. Hər il 2,3 milyon körpə doğuş zamanı və ya doğuşdan qısa müddət sonra ölür. Hər 2 dəqiqədə bir ana doğuşda həyatını itirir. Milyonlarla körpə çox az çəki ilə doğulur. Və ən ağırlısı nədir bilirsinizmi? Bütün bu ölümlərin səbəbi çox vaxt sadə bir infeksiya, oksigen çatışmazlığı kimi əslində qarşısı alına bilən, həll edilə bilən problemlərdir.
Bəli, bu bizi bəlkə də bütün bu mövzunun ən ağrılı, ən utancı verici nöqtəsinə gətirib çıxarır. Qarşısına almaq bizim əlimizdə olduğu halda baş verən ölümlər. Hər il 4 milyon 900 min uşaq 5 yaşına çatmadan ölür. Bu rəqəmi bir daha təkrar edirəm. 4 milyon 900 min. Və bu ölümlərin, bu faciələrin böyük bir qismi sadəcə qarşısı alına bilən səbəblərdən baş verir. Gəlin bir anlıq susaq və bu rəqəmin ağırlığını hiss etməyə çalışaq. Bu sadəcə bir statistika deyil. Bu, hər 4 saniyədə bir sönən həyat deməkdir. 1, 2, 3, 4. Bir uşaq daha getdi. Bax, mən bu sözləri deyərkən belə haradasa bir neçə uşaq həyatını itirdi. Bu, dayanmadan davam edən bir faciədir. Bunun miqyasını anlamaq həqiqətən də çox çətindir. Bəs niyə? Niyə bu qədər uşaq ölür? Cavab həm sadədir, həm də çox kədərli. Baxın, milyonlarla uşaq heç bir peyvənd almır. Hər gün mindən çox uşaq çirkli sudan ölür. Antibiotiklə müalicəsi mümkün olan sətəlcəm kimi xəstəliklər hələ də can alır. Yəni, söhbət mürəkkəb texnologiyalardan getmir. Söhbət ən sadə, ən təməl şeylərdən gedir. Peyvənd, təmiz su, sadə bir dərman. Bunlar möcüzə deyil, amma nədənsə bu sadə həllər ehtiyacı olan o uşaqlara gedib çatmır. Və bütün bunların nəticəsi bax bu müqayisədə gizlidir. Bir uşağın həyatı bir növ coğrafi loteriyaya çevrilib. Əgər o uşaq Afrika və ya Cənubi Asiyada doğulubsa, onun 5 yaşına çatmadan ölmə riski inkişaf etmiş bir ölkədə doğulan uşaqdan 15 dəfə daha yüksəkdir. 15 dəfə. Bu, qəbul edilə bilməyəcək qədər böyük bir ədalətsizlikdir. Yaxşı, bütün bu rəqəmlər, bütün bu faktlar, bunları eşitdik. Bəs bütün bunların arxasında dayanan əsl hekayə nədir? Bu statistika bizə nə deməyə çalışır? Əslində, bu itirilmiş bir potensialın hekayəsidir. Heç vaxt yazılmayacaq gələcəklərin, heç vaxt kəşf edilməyəcək istedadların hekayəsidir. O uşaqların arasında bəlkə də gələcəyin böyük alimləri, həkimləri, sənətkarları var idi. Amma biz onların hekayəsini heç vaxt bilməyəcəyik. Və mən bu ağır mövzunu son bir sualla bitirmək istəyirəm. Bu sual həm mənə, həm də sizədir. Bu hekayənin sonu həqiqətən də belə bitməlidir. Yoxsa bu hekayəni dəyişdirmək hələ də bizim əlimizdədir.